Salam aleyküm, vay aman, necəsiz? Neyiniz, nə var, nə yox? Millət salam, hər vaxtınız xeyir olsun. Aha, reski. Helikopter, helikopter. Gəlmişik biz hara? Pirallahya. Gəlmişəm Pirallahya, təkəm bugün. Taksi mənə burada düşürdü. Bura haradır, necə yerdir, hara gedəcəm heç bir fikrim yoxdur. Gəlin uşaqlardan soruşaq görək hara getmək olur. Salam aleyküm. Ay sağ ol. Hər vaxtınız xeyir olsun. Necəsiz, nə var, nə yox? Belə getsəm hara çıxaram? 106 yanına. Ora haradır? Məktəb. Məktəb getməli, gəzməli, görməli nəsə var orada. Yox. Bəs taksi şoförü məni niyə ora yönləndirdi? Amma orada heç nə yox, məktəb var. Evlər zadlardır, park var. Park o bir tərəfdədir. Gemi yoxlayım onda. Öpürəm sizləri. Sağ olun. Görüşərik, sağ olun. Allah, bura harada Elşən? Vay ama. Vay. Salam Ağsaqqal, neçə aparsın, necə hər vaxtısın? Burada gəzməli hara var, hara gedə bilərəm? Mirvari Parkında. Belə düz getsəm hara çıxaram? Yox, orada Dənizə çıxa bilirəm elə getsəm. Dənizə getsəm bəs oradan sonra ora gedə bilirəm? Hansı televizyon gidelim? Oradan parka çıxa bilərəm sonra. Belə getdən, biz dənizə gedək. Ora getsəm bəs sonra dənizə gedə bilirəm Mirvari Parkına. Her. Hə? Kulqabın gəzsən var, Hər hər üst-üstə çıxarır. üst-üstə çıxacaq. Hə, çox sağ ol. Hara gedirəm yəni heç bir fikrim yoxdur. Azıb qalır. Bura harada Elşən? Vay aman, vay. Bu nədir vay? Buna baxın uşaqlar. Hasardı, hasarın üstünə şüşələr qoyublar ki. Niyə qoyublar heç bir fikrim yoxdur. Yəqin nəsə çıxmasın, zaten eləməsin. Hava özdə dəhşət külək. Dəhşət deyəndə mülayim küləklidir. Hava əsasən mülayim küləkli olacaq. Yer onun, göy onun. Bu qədər və verdiyim məlumatlara da yəni o qədər də inanmayın. Çünki yer onun, göy onun. Deyir ki, burnunuz yermədiyiz, yerə başınızı da soxmayın. Allah bilən məsləhət. Burnunuz girməyən yerə də başınızı soxmayın. Allahın məsləhətinə şükür. Deməli millət, oradan gəldim elə azıb qaldığım yerdən. Yol belə davam edir. Yolla gedək görək. Hara gedirik? Məncə bu yol, mən o tərəfdən gəlmişəm. Bura deməli məntiq, çeviklik, sürət, zəka hamısı bir yerdə. Bir şey gördüm. Bəyələrimizin çoxsu bilər. Getada həmişə motosikletdən belə bir yer var idi. Motosikletlə və yaxud maşınla gəldik. Buradan hoppananda qəşəng xal verirdi. Burada bir dənə qəşəng şirin bala var. Mənə yalayır. Adı nə olsun bu şirin balanın? Buna bir adı var yoxdur. Bir şeyler aleyküm. Buna ad qoydu, tapdım. Alçabaş. Alçabaş olsun bu ihtimal. Gənclər Parkı bu şəkildə davam edirik. Bayraq olub burada. Yəqin ki hal-hazırda amma yoxdur. Sadə gözəl parkdır. Bayaq dediyim kimi ən əsası təmiz parkdır. Salam aleyküm. Hər vaxtınız xeyir olsun. Aha. Birinci bura baxaq. Açıq qorxmadım deməyim. Biraz qorxdum. Belə bir buradan içəri nəyə deyir bir şey.
Mirvari Parkında neler var? Salam aleyküm. Salam aleyküm. Parkın girişi burada. Bir de burada mirvari var. Pirallahı orada deyəsən icra hakimiyyətinədir, bilmədim. Bir də bayaq yol soruşanda. Ha. Ya sən deyirəm blogersiz, deyirəm hə. Gəl bura. Salam. Necəsən? Adın nədir? Adım Ruzi. Ruzi. Gözə sərçəkin. Neçə yaşın var Ruzi? 9. Burada qalsan? Bəli. Necədir buralar? Sıfır. Bura haqqında nə deyə bilərsən bizə? Bura qəşəng, ağıldır. Qəşəngdir. Həqiqi. Uzun sözün qısası. Bura yaxşıdır, Bakı yaxşıdır. Nasıl başlaydı? Qəşəng. Özüm sənə yoxlayırdım görüm nə deyəcəksən. Sözün tapşırığın var Ruzi? Yox. Hara gəlsən? Süd almısan, evdən göndərib gəlsən evə. Mən çox çəkdi həqiqətən də. Düz deyilə böyük bir şey yoxdur ora bura. Amma mənə çox çəkdi. Dedim gəlin burada sizə göstərim ki, həm burada belə bir yer var. Yeməyə heç nə tapmadım. Bərk alacam, elə belə yox, belə bərk alacam ha, bərk. Bura biraz küləklidir, düzdür, oralarda küləklidir. Gedək görək orada maşınlar falan var, balıq falan tutulur, yəni gedək oralara çəkək. Bura çox küləklidir, Bilirəm, burada maşınlar falan saxlayıblar. Deməli, burada balıq tuturlar. Nə gedir? Həmi çıxardır. Həmi heç nə tutmuyor. O bir səmi də çıxardır. Deməli, burada bir qardaş var, övladları ilə burada balıq tuturlar. Məlumat. Deməli, millət gəlmişik hara? Zirə, Eko Parka. Axır ki. Deməli, bura yəqin ki parkdır. Bura park olaraq gedir. Deməli, tədris mərkəzi 3D sinema, 3D sinema, xalça muzeyi, atraksiyonlar, quş parkı. Onda biz getdik. Deməli, gəldi millət, qoy aşkıya çıxarıq. Vay. Məcbur Taylandda hiss elədim. Millət, havaya baxın bir də. Bura açıqdır. Bura isə tünd buludlar var. Burada çox maraqlıdır. Bu mənzərə tez. Nə var? Quş parkı, atraksiyonlar, VC, kinoteatr, kafe, ürək dünyası, rəsm qalereyası. Gəlin belə eləyək. Gedək quş parkına falan, rəsm qalereyasına güzel. Buranı gezdirməsin. Hara mı? Tamam gelirsən sahə neçədir o? Piknik sahəsi. Aha. Altının, yanının, göyün sola. Baş üstə. Çok uzun istəyirəm, yoluna elə. Yo, estağfurullah. Həm piknik sahəsi var, maşınlar var elə. Oradan da aradan keçsən quş parkını. Çox sağ olun, var olun. Bura bilirsiniz nədir? 4-5 nəfər dost gəlirsiniz. Ortam adamlarından gəlsiniz bura. Toqquşan maşınlardan tutmuş. Hər şey var burada demək olar ki. Piknik elə, əyilən, indi gəlib orada çəkəcək. Orada çox maraqlı yerdir. Piknik sahəsinə indi baxmaq lazımdır. Əsas buradır. Burada piknik videosu gələcək böyük ehtimal. Nə vaxtsa yay aylarında. Oy Allah. Və açıq bisetkalar deyək. Gecə işıqları da var. Çox gözəl həqiqətən də. Çox qəşəngdir. Orada o şəkildə davam edir. Burada xoruzlardır. Vay aman, yox ya toyuqdur bu, deyirəm xoruz. Vay aman, bu boyda toyuq həyatımda 2 dəfədir görürəm. Bir saniyə. Ona bak. Burada 2 ədəd ağ quşu var. Çox gözəldir həqiqətən də. Gəlirlər mənə doğru.
Kanada qazı, karkaz. Və bu arada quşlara yemək vermək cərimədir. 50 manat cəriməsi var. Və burada qara qu quşu var, quşları var daha doğrusu. Həyatımda mən qara qu quşunun olduğunu heç bilmirdim. Həyatımda ilk dəfə də görürəm. Öz bilgimlə deyirəm, qəti şəkildə oradan oxuram. Badam ağacıdır o. Oradakı ağacı görək nə ağacıdır, o oxuya bilmirik. Digəri nədir? Armud ağacı. Digəri nədir? Xurma ağacı. Yəni hamısı mən özüm baxan kimi tanıyıram professional şəkildə. Yəni burada nə yazılıb? Ərik ağacıdır bu. Yazılıb nədir? Baxdım budaqlarına bu ərik ağacı. Tovuz quşu. Taclı durna. Ay Allah, onun sifətinə baxın, bilmirəm. Ay aman, ona bak. Şunlar toyuqlardır. Phoenix toyuğu. Burada nədir? Sumatara toyuğu. Qara rəngləri. Qafqaz qırqovulu. Yəqin bu standart bildiyimiz belə qırqovullardır. Və burada mənim dostlarım var. Onlara baxın. Flamingo. Onların yatmağına baxın. Bir ayaq üstündə yatır. Ona bax o yatdı. O yatdılar o. Təzdən başı çıxdı yatır. Alçabaşdır. Əsl alçabaşdır. Deməli, belə videonu bəyənin. Kanala abunə olun. Ehtiyacım var buna. Dəstək olun. Yorum yazın. Nə olar ki? Allah ballarınızı saxlasın. Allah razı olsun. Türk Dünyası Resim Galeriyası. Gedirik indi. Deməli gəldi. İçəri bu şəkildədir. Çox. Türk Dünyası Resim Galeriyası. Burada çıxışları falan edirlər. Baxıda rəsmin üzərində atlar var. Rəssam var. Çox maraqlıdır. Baxın, hətta burada Azərbaycan bayrağı da diqqətimi çəkdi. Azərbaycan bayrağı da var. Polad Həşimovun da şəkli var. Allah rəhmət eləsin. Türkiyə, Azərbaycan, İsrail bayrağı. Ortada deyəsən başqa bayraq da var. Seçə bilmədim. Prezidentimizin, Ulu Öndər Heydər Əliyevin və Rəcəb Tayyib Ərdoğanın da şəkli var. Pakistan edəbiyyat dediyim, aid edəbiyyat. Pakistan, İsrail, Türkiyə bayrağı. Maraqlıdır, çox maraqlıdır. Bunu görəsən nə qədər vaxt ərsəyə gətiriblər. Novruz xonçası. Sherlock Holmes'a oxşayır. Belə. Bu şəkildə davam edirik. Millət, videonu burada yekunlaşdırıram. Bura kimi izlədiyiniz və mənə dəstək olduğunuz üçün öncədən təşəkkürlər. Bir daha deyirəm, videonu bəyənərək, abunə olaraq mənə öz dəstəyinizi göstərə bilərsiniz. Bu mənim motivasiyamdır bir növ deyək. Hər kəsə çox təşəkkür edirəm. İnşallah görüşərik. Hələlik, like eləyin, like.